gel-lak trendi dişlərə zərərlidir. Son günlərdə sosial şəbəkələrdə yayılan yeni gözəllik trendləri həkimlərin ciddi narahatlığına səbəb olub. Rusiyada bəzi gözəllik salonlarında başlayan və sürətlə populyarlaşan qeyri-adi prosedur dişlərə gel-lak çəkilməsi artıq təhlükəyə çevrilir. Cəmi 200-300 rubl, təxminən 5-6 manat qarşılığında müştərilərə Hollywood gülümsəməsi, diş üzərində bəzəkli şəkillər, parıltılar və hətta vampir dişlərinin imitasiya forması təklif olunur. Lakin bu yaradıcılıq sağlamlıq üçün ciddi risk yaradır. Stomatoloqlar xəbərdarlıq edir ki, gel-lakın tərkibindəki kimyəvi maddələr ağız boşluğuna düşməməlidir. Onlar diş minasını zədələyə, allergik reaksiyalar, ağız içi yanıq və xronik iltihablar törədə bilər. Mütəxəssislər bildirir ki, diş dırnaq deyil, nəticələri aradan qaldırmaq daha çətin və bahalı ola bilər. Süni intellektlə idarə edilən klinika açılıb. Dünyada ilk dəfə olaraq yalnız süni intellekt əsasında fəaliyyət göstərən klinika açılıb. Xəstəxana Çinin Sini AI texnologiya şirkətinin mütəxəssisləri tərəfindən Səudiyyə Ərəbistanında yaradılıb. Bu klinikada Dr. Au adlı süni intellekt həkimi xəstələri qəbul edir, diaqnoz qoyur və müalicə planları təqdim edir. Xəstələr kompüterlər vasitəsilə simptomlarını daxil edərək Dr. Au ilə interaktiv konsultasiya keçir. Süni intellekt əlavə məlumatları analiz edərək ilkin diaqnoz qoyur. Sonra insan assistentləri tərəfindən toplanan məlumatlar əsasında Dr. Au müalicə planı təqdim edir və bu plan insan həkimi tərəfindən yoxlanılır. Bu müalicə metodikası 0,3%-dən daha az səhv nisbəti ilə yüksək dəqiqlik nümayiş etdirib. Qeyd edək ki, sınaq mərhələsində xidmətlər ödənişsiz göstərilir. Gələcəkdə Dr. Au'nun müalicə etdiyi xəstəliklərin sayını 50-yə çatdırmaq və ölkədəki digər xəstəxanalar ilə əməkdaşlıq nəzərdə tutulur. (2024-cü ildə Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 33.533 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1134 nəfəri insulindən asılı olan, 32.399 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstəsidir. Məlumata görə, ötən il ölkə üzrə tibb müəssisələrində ümumilikdə 423.523 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatda olub. Onlardan 39.211 nəfəri insulindən asılı olan, qalanı isə insulindən asılı olmayan xəstə kimi qeydə alınıb. 2023-cü ildə ölkədə ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 30.500 nəfər qeydə alınıb. Alzheimer diaqnozu üçün qan testi təsdiqləndi. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin diaqnozu üçün qan testinə icazə verdi və bu xəstəliyin erkən aşkarlanması üçün təsdiqlənmiş ilk test oldu. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi bildirib ki, Lumipulse GP-Tau 217 beta-amiloid 1,42 plazma nisbəti adlanan test Alzheimer xəstəliyinin əlamətləri və simptomlarını göstərən 55 və daha yuxarı böyüklər üçün nəzərdə tutulub. Təsdiq öncəsi 499 nəfərdən toplanmış plazma nümunələrinin yeni üsulla qan testinin klinik sınaqlardan əldə edilən məlumatları nəzərdə keçirdiyi açıqlanılıb. Mütəxəssislər bu yeniliyi Alzheimer tədqiqatının yeni dövrü adlandırıb. Amerika Birləşmiş Ştatlarında Alzheimer xəstəliyinin qarşısının alınması üzrə ilk klinikalardan birinin əsasını qoyan profilaktik nevroloq Dr. Richard Isaacson illərdir araşdırma üçün qan testindən istifadə etdiyini və Qida və Dərman İdarəsinin təsdiqini alqışladığını söyləyib. Çiyələyi sirkə və ya soda ilə yumayın. Mövsümdən əvvəl yetişən çiyələklərdə pestisidlər və antibiotiklər var. Mütəxəssislər bütün meyvələri zamanında istehlak etməyin tərəfdarıdır. Çiyələk insanları infeksiyalara yoluxdura bilər. Buna görə də gilə meyvə yeməzdən əvvəl onu axar suyun altında bir neçə dəfə yumaq vacibdir. Son zamanlar sosial şəbəkələrdə meyvələrin sirkə, soda ilə və yaxud digər qabyon vasitələrlə yuyulması tövsiyə edildiyi videolar izləyirik. Ancaq
bu doğru hal deyil. Bu barədə Rusiyalı tibb elmlər namizədi pediatr neonatoloq Anna Levantnaya danışıb. O bildirib ki, giləmeyvə, meyvə və tərəvəzləri hətta öz bağınızdan da toplanmış olsanız belə bir neçə dəfə yumaq vacibdir. Soda, sirkə və digər məhsulları məsaməli giləmeyvələrdən yumaq çox çətindir. Bu isə yalnız dada deyil, qəbul edəcəyiniz orqanizm üçün faydalı vitaminlərin də tərkibinə təsir edir deyə mütəxəssis bildirib. Baş dərisində yaşayan mikroorqanizmlər, bakteriyalar, göbələklər və mayalar saç sağlamlığında mühüm rol oynayır. Baş dərisinin mikrobiomu, Malassezia göbələyi, Cutibacterium acnes və Staphylococcus epidermis kimi mikroorqanizmləri əhatə edir. Bu mikroorqanizmlər baş dərisinin pH səviyyəsini tənzimləyir, sebum istehsalını idarə edir və zərərli patogenlərin artmasına maneə törədir. Balanslı bir mikrobiom baş dərisini sağlam və saçları güclü saxlayır. Bu barədə doktor Vijay Kumar News Medical'a verdiyi elmi məqalədə bəhs edib. Əgər bu mikrobiom balansı pozularsa, kəpək, qaşınma və saç tökülməsi kimi problemlər yarana bilər. Mikrobiomun qorunması üçün mütəxəssislər hər gün saç yumağın ziyan olduğunu qeyd edirlər. Bundan əlavə həddindən artıq gec saç yumanın da kifayət qədər fəsadları sadalanır. Həftədə 2 dəfə yumaq, prebiotik və probiotiklərlə zəngin qidaları istehlak etmək, ən əsası isə stressdən uzaq durmaq saçlarınızı qoruyan, bəsləyən ən vacib şərtlərdir deyə həkim bildirib. Yeni geniş miqyaslı təhlil göstərir ki, qadın sonsuzluğun yükü son 13 illikdə kəskin şəkildə artıb. Yaşa görə standartlaşdırılmış göstəricilər artıb və 30 yaşlılarında olan qadınlar bütün dünyada ən böyük risk altındadır. Scientific Reports jurnalında dərc olunmuş son məqalədə tədqiqatçılar 1990-2021-ci illər arasında sosio-demoqrafik səviyyələr, regionlar və yaşlar üzrə yayılma dəyişikliklərini təhlil edərək və gələcək illər üçün proqnozlar verməklə qadın sonsuzluğundakı qlobal tendensiyaları qiymətləndiriblər. Tədqiqatın nəticələri göstərir ki, 2021-ci ildə 110 milyondan çox qadın sonsuzluqdan əziyyət çəkir ki, bu da 1990-cı ildən bu yana 84% artım deməkdir. Üstəlik 35-39 yaş arası qadınlar daha çox bu xəstəlikdən əziyyət çəkir. Təhlil sosial-demoqrafik indeksin 5 kateqoriyasından qruplaşdırılan 204 ölkə və ərazini əhatə edib. Çinli alimlərin apardığı yeni tədqiqat sink mineralının normadan artıq qəbulunun insan orqanizmində bioloji yaşlanma prosesini sürətləndirə biləcəyini göstərib. Tədqiqat 300 mindən çox insanın məlumatları əsasında aparılıb və sink səviyyəsi ilə yaşlanma arasındakı əlaqə təhlil olunub. Araşdırmaya görə gündə 40 mg-dan çox sink qəbul edən şəxslərdə bioloji yaşın orta hesabla 6,9 il daha tez artdığı müşahidə edilib. Əksinə isə tövsiyə olunan gündəlik miqdar kişilər üçün 11 mg, qadınlar üçün isə 8 mg yaşlanmanı təxminən 0,11 il yavaşlada bilir. Mütəxəssislər bildirir ki, sink DNT sintezi, immun sistemi və hüceyrə yenilənməsi kimi vacib bioloji proseslərdə mühüm rol oynayır. Lakin bu elementlərin orqanizmdə həddindən artıq miqdarda toplanması hüceyrə səviyyəsində zərərli təsirlərə səbəb ola və yaşlanmanı sürətləndirə bilər. Həkimlər xəbərdarlıq edir ki, sink və digər mineral əlavələr yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır. Öz başına və nəzarətsiz istifadənin sağlamlıq üçün risk daşıdığı bildirilir. Parkinson xəstəliyini saniyələr içində diaqnoz edən süni intellekt. Hazırlanmış yeni süni intellekt proqramı Parkinson xəstəliyinin diaqnozunu bir neçə saniyə içərisində təsbit edir. Florida Universitetindən olan alim süni intellektə əsaslanan yeni texnologiya Vision MD proqramını təqdim edib. Bu proqram Parkinson xəstəliyi də daxil olmaqla müxtəlif motor pozuntularını video görüntülər vasitəsilə avtomatik təhlil etməyə imkan verir. Proqramın müəllifi Dr. Diego Guarin bildirir ki, Vision MD aləti xəstənin hərəkətlərindəki incə
dəyişiklikləri izləyərək obyektiv və dəqiq diaqnostika imkanı yaradır. Beləliklə, həkimlərin subyektiv müşahidələrinə ehtiyac azalır. Qeyd edək ki, Vision MD artıq Almaniya, İspaniya və İtaliya klinikalarında tətbiq olunur. Tətbiq həmçinin elmi tədqiqat və tibbi müəssisələrində geniş istifadə olunmağa başlanılıb. Alimlər gələcəkdə proqramın funksiyalarını daha da genişləndirərək nevroloji praktikada istifadə edilən əlavə motor testlərini də sistemə daxil etməyi planlaşdırır. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi COVID peyvəndi istehsalçılarına nadir ürək iltihabı riski ilə bağlı xəbərdarlığı genişləndirməyi tələb edir. Ürək problemlərinin ən yüksək riski Moderna peyvəndi üçün 18-24, Pfizer peyvəndi üçün isə 12-17 yaş arası kişilərdir. Hər iki peyvənd üçün yeni xəbərdarlıqlar 16-25 yaş arası kişilərə şamil ediləcək. Peyvəndlərdən sonra 7 gün ərzində 16-25 yaş arası kişilər arasında hallar daha çox müşahidə edildi, lakin onlar hələ də az sayda idi. Şirkət iddia edir ki, bu qrupda milyon dozada təxminən 38 miokardit və ya perikardit hadisəsi qeydə alınıb. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi müəyyən qruplar üçün COVID-19 peyvəndini məhdudlaşdırmaq üçün addımlar atır. Payızda ediləcək peyvəndlər yalnız 65 və daha yuxarı yaşda olan böyüklər və ağır COVID-19 infeksiyası olanlara tövsiyə ediləcək. Yeni elastik implant hazırlanıb. Zəif eşidənlər üçün elastik beyin implantı hazırlanıb. Massachusetts Ümumi Xəstəxanası və Brigham Xəstəxanasının alimləri eşitmə problemləri olan insanlar üçün yeni nəsil elastik beyin implantı hazırlayıb. Bu cihaz eşitmə siniri zədələnmiş və ya neyrofibromatozun ikinci tipindən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Yeni texnologiya beynin eşitmə funksiyasına cavabdeh olan hissəsi, koklear nüvəni birbaşa stimullaşdırmaqla işləyir. Bu isə eşitmə siniri işləmədiyi hallarda belə insanın səsləri qəbul etməsinə imkan verir və ənənəvi koklear implantlardan fayda görməyən xəstələr üçün alternativ ola bilər. Yeni implantın ilkin sınaqları meymunlar üzərində aparılıb və cihazın aylarla sabit işlədiyi və müxtəlif siqnallara stabil reaksiya verdiyi göstərilib. Alimlər yaxın illərdə bu cihazın insanlar üzərində klinik sınaqlarını keçirməyi planlaşdırır. 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. Bu rəqəm ötən ilin məlumatında göstərilən saydan 463 nəfər daha azdır. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda olub. İllik məlumat Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında müzakirə olunub. Harvard Universitetindən bir qrup alim həşəratların ayaqları vasitəsilə udulduğu təqdirdə malyariyadan uğurla xilas ola biləcək dərmanlar hazırlayıb. Nature jurnalında dərc edilən məqalədə parazitləri 100% öldürən 2 yüksək effektiv dərman ağcaqanad torlarına bənzər material üzərində sınaqlardan keçirilib. Torlar üzərinə düşən ağcaqanadlar öldürən inteksidlərə toxunub. Ağcaqanad torla təmasdan sağ qalsa belə içindəki zərərli parazitlər ölür və malyariyanı ötürmür. Bu eksperimentin ilkin mərhələsi laboratoriya şəraitində sübut edilib və ikinci etapın Efiopiyada həyata keçiriləcəyi bildirilir. Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara ödənişsiz məzuniyyətin verilməsi təklif olunur. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əks olunub. Qeyd olunub ki, məşğulluq sahəsində qarşıya qoyulan vəzifələrdən biri də həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin verilməsidir. İllik məlumat Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugünkü iclasında müzakirə olunub. Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən atalar müəyyən hallarda məzuniyyət alma hüququna malikdirlər. Bu hal əsasən uşağın anasının doğum zamanı və ya sonrasında sağlamlıq vəziyyəti ilə əlaqəli, yaxud uşaqla bağlı ilkin qayğı məsələləri üçün nəzərdə tutulub.
uzunömürlülüyün gözlənilməz amili açıqlanıb. Amerikalı psixiatr Robert Waldinger elmi araşdırmalar nəticəsində aşkarlanan uzunömürlülüyün gözlənilməz amillərindən danışıb. Waldinger bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və yaxud da düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır. Həkimin sözlərinə görə uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə üzvlərinə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək ən faydalı olan işdir. Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq da həddindən artıq vacib şərtlərdən biridir, deyə psixiatr vurğulayıb.